Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkibsə təqdim edirəm. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. İcra hakimiyyətinin yanında belə gözəl bir bayrağı baxışı var mənzilimizin. İcra hakimiyyəti gördüyünüz kimi buradan görünür. İcra hakimiyyəti. Bir nömrəli məktəb. Eyvandan çəkilişə başladı. Kombi aparatı, qazın sayğacı. Burada yerləşir mənzilimizin mətbəxi. Mətbəxin özü müstəqil pəncərəsi var. Qanuni 2 otaqlı bir mənzildir. 3 otağa düzəlib. Hər bir otaqların özünün müstəqil pəncərəsi var. Burada da nə görürsə bütün əşyalar qalacaq. Bir qonaq otağından televizor çıxarılacaq. Bu televizor çıxarılacaq. Qalan bütün əşyalar mənzildə qalacaq. Yeni əşyalardır. Təmir çox əla təmirdir. Şəxsi təmirdən ibarətdir. Mənzilimizin giriş hissəsidir. Videomuz axıran dinlik bütün məlumatlar videoda deyiləcək. Burada isə yerləşir mənzilimizin yataq otağı. Burada da nə görsə bütün əşyalar qalacaq. Hər bir otaqlarında özünün müstəqil pəncərəsi var. Keçək digər otağı mən sizə təqdim etdim və giriş qapısı seyf qapıdan ibarətdir. Girişdə belə bir şkaf yığılıb və burada yerləşir 3-cü otağımız. Burada da mebel dəsti gördüyümüz kimi böyük spalni rahatçılıqla sığışıb. Çox əla bir proyektdir. Ümumi sahəsi 70 kvadratdan ibarətdir. Burada isə yumma otağı yerləşir. Asma tavanla yığılıb duş kabin. Mənzilimizin ümumi sahəsi 70 kvadrat. İlkin qiymət 140.000 manatdan ibarətdir. Linkdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu və yaxud da digər evlərlə, mənzillərlə bağlı sizə ətraflı məlumat veriləcək. Tam əşyalı 70 kvadrat, ilkin qiymət 140.000 manatdan ibarətdir. Sizin də satışda eviniz, mülkünüz varsa linkdə olan nömrə ilə əlaqə saxlayırsınız. Evinizi, mülkünüzü satmaqda sizə yardımcı ola bilərik. Kanalımıza abunə olursunuz, videolarımızı bəyənirsiniz ki, yeni evlər, mənzillər çəkdiyi üçün sizə bildirişlər gəlsin. Yeni evlərimizlə, mənzillərimizlə tanış ola biləsiniz. Bugünkü bazara görə də qiyməti çox əladır, təmir də əladır. Bildiyimiz kimi yerləşmə yerdə çox əla bir yerdə yerləşir. Sürət qatarına 100 metr məsafə. Belə bir gözəl bayraq baxışı var mənzilimizin. Dosta, qardaşa qismət olması bir mənzildən ibarətdir mənzilimiz. Bugünə bu qədər. Sağ olun.